Ya Allah, herkesin akşamı xeyir olsun. Dostlar, sizləri çox səliqəli, 2 mərtəbəli, 6 otaqdan ibarət olan, həyəti də təbii ki geniş olan Kupçalı evdən tanış etməyə gəlmişəm. Ünvanımız günü-gündən gözəlləşən Məhəmmədli qəsəbəsi. Məhəmmədlidə əsas yola, marşrut xəttinə çox yaxın ərazidə yerləşir. 5 sot yarım torpaq sahəsində inşa olunur. Həyəti gördüyünüz kimi geniş və səliqəlidir. Bisetkada mövcuddur. Manqal da mövcuddur və həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı da var. Yəni ayaq yolu. Torpağın, evin kupçası var. Günün son videosunu çəkirəm. Həqiqətən bu ev, yəni ürək açan evdir. Ətraflı məlumat almaq üçün də əlaqə nömrəmi səhifəmdə qeyd etmişəm. Evin hər tərəfinə keçmək mümkündür. Hasar üstündə tikilməyib. Onu da qeyd edim ki, kombidə işlək vəziyyətdədir hal-hazırda. Birinci mərtəbə ilə ikinci mərtəbənin ara kəsməsi monolit betondur. Evimiz istipoldur dostlar. Soyuq havada isti evdən sizləri tanış etməyə gəlmişəm. Bu gördüyünüz evin mətbəxtidir. Mətbəx mebeli də qurlaşdırılıb alıcıya hədiyyə olaraq təhvil verilir. Kvadrat super. Kvadrat həqiqətən çox genişdir. Evin qonaq otağıdır. Maşallah, qonaq otağı həqiqətən superdir. 6 otaq. 6 otaq həyətdən bir yerdə 4 sanuzəldən ibarətdir. Yəni hamam ayaqdan ibarətdir. Bu gördüyünüz birinci mərtəbənin sanuzelidir. Duş kabini də mövcuddur. Birinci mərtəbədə yataq otağı. Lüstrlar da qurlaşdırılıb alıcıya hədiyyə olaraq təhvil verilir. Daxil oluruq ikinci mərtəbəyə. Təkrar kimi olmasın, birinci mərtəbədən ikinci mərtəbənin ara kəsməsi monolit betondur. Kimin nə sualı varsa, qaranlıq nə sual qalırsa, məndən əlaqə saxlasın. İkinci mərtəbədə yataq otağı, sanitar qovşağı ikinci mərtəbənin aksesuarlar hamısı qurlaşdırılıb. İkinci mərtəbənin ikinci yataq otağı və üçüncü yataq otağı. Maşallah, bolluq deyil, kombidə işləyir, balkona çıxışda var. Bu gördüyünüz də otaq sayını itirdik, dördüncü yataq otağı və yataq otağında sanitar qovşağı da mövcuddur. Əlaqə nömrəm səhifəmdə qeyd olunub. Kimin nə sualı varsa, mənimlə əlaqə saxlasınlar. Maşallah, Məhəmmədli qəsəbəsi günü-gündən inkişafdadır. Balkon da elə genişdir ki, deyərəm ki, elə bir otaqdır. Maşallah, həyətin genişliyinə bax. Və həyət evinin həyəti olar da, vallahi.